Herkese salam. Bu videoda ingilis dilində sayıla bilən və sayıla bilməyən isimləri necə ayırd eləmək olar, onun haqqında danışmaq istəyirəm. Əlbəttə ki, sayıla bilməyən isimlərin bəlli bir siyahısı var və onları əzbərlədikdən sonra digər isimlər əksəriyyətlə deyirik sayıla biləndir. Amma testdə işləyəndə bu o qədər asan olmur. Şagirdlər bəzən əzbərliklərini unuda bilirlər və yaxud da yeni sözlər qarşılarına çıxa bilər. Biz bilirik ki, o əzbərlədiyimiz siyahı hamısı deyil. Yəni təbii ki, küncdə bucaqda qalan sözlər ola bilər ki, biz hamısını əzbərləmirik, əksəriyyətini əzbərləyirik, ən çox işlənənləri əzbərləyirik. Bəs yaxşı necə edək ki, testdə bunları rahat yaza bilək, ayırd edə bilək ki, bunlar sayıla biləndir, bunlar sayıla bilməyəndir, hətta o siyahıdan kənar söz çıxsa belə. Bunun üçün kateqoriyanı öyrənmək daha məsləhətlidir, daha yaxşıdır. Ki, məsəl üçün, indi mən kateqoriyalar verəcəm sayıla bilməyən isimlər üçün ayrı, sayıla bilən isimlər üçün ayrı və o kateqoriyalarla öyrənsəz, hətta siyahıdan kənar bir söz belə çıxsa, onu kateqoriyaya aid edərək, məsələn, qabağımıza çıxıb bir söz tutalım ki, hani, məsələn deyirəm, əslində hani orada var, sadəcə ağlıma başqa bir şey gəlmədi. Hani bal sözüdür. Bal necə bir isimdir, hansı kateqoriyaya aid ola bilər? Maye halındadır. Demək ki, bu sayıla bilmir. Yəni, bu şəkildə kateqoriyanı tapmaq mümkündür. Əvvəlcə başlayaq sayıla bilməyən isimlərin kateqoriyalarından, sonra isə sayıla bilənlərin kateqoriyalarına keçək. Deməli, hansı isimlər sayıla bilmir? Birinci başlayırıq, maye halında olan isimlər sayıla bilmir. Maye halında deyəndə bildiyimiz kimi kofedir, çaydır, süddür, coffee, tea, milk və s. İkinci kateqoriyamız toz, dənəcik halında olan və ya qaz halında olan isimlər sayıla bilmir. Toz dənəcik deyəndə, məsələn, burada wheat deyə bilərik və yaxud da sugar, şəkər tozu, toz formasında, das sözü özü tozdur. Dənəcik başqa nə ola bilər? Rice ola bilər, düyü ola bilər. Və burada istisnalar var. Məsələn, pea var, noxud sözüdür, sayıla biləndir, dənəcik formasında olsa belə. Ondan sonra bean sözü sayıla biləndir, istisnadır bu da. İstisnaları yuxarıda qeyd edəcəm, diqqətli olarsınız, dərsi qulaq asarkən qeyd götürərsiniz ki, sonra qarışdırmayaq. Növbəti kateqoriyamız deməli, kimyəvi maddələrdir. Kimyəvi maddələr bilirik ki, gold, silver və yaxud da copper, mis, gümüş, qızıl və s. Və materiallar. Material hər hansı bir şey material ola bilər. Məsələn, paper sözünü götürək, kağızdır, kitabın materialıdır və yaxud da silk, ipəkdir, paltarın materialıdır və yaxud da wool, yun, yenə paltarın materialıdır, glass, şüşə, yenə materialıdır. Təbii ki, bəzi sözlər, iki mənalı sözlər var ki, bunlar bir mənasını sayılır, bir mənasını sayılmır. Məsələn, glass, şüşə material kimi sayılmır, amma stəkan kimi sayıla biləcək təbii ki də biz material olaraq danışırıq. Və ümumi məfhum bildirən isimlər. Ümumi məfhum bildirən isimlər özləri sayılmır, növləri sayılır. Amma hər ümumi məfhum bildirən isim demək deyil bu. İndi sayacaqlarım ancaq. Məsələn, fruitdur, jewelry'dir, ondan sonra fruit meyvə özü sayılmır, amma növləri sayılır. Jewelry, zərgərlik əşyalar özü sayılmır, amma növləri sayılır. Məsələn, fruit meyvə növləri, məsələn, apple, banana, ondan sonra orange, bunlar özləri sayılır, amma fruit sözü özü ümumilikdə sayılmır. Və yaxud da jewelry sayılmır, necklace, watch, earrings və bunlar sayılır. Başqa bir ümumilik bildirən sözümüz nədir? Money, pul. Növləri sayılır, dollar, manat, amma pul sözü ümumilikdə sayıla bilmir. Və növbəti ümumilik bildirən sözümüz homework'dır. Homework ev tapşırığı deməkdir və ev tapşırığı sayılmır, amma onun növləri sayılır. Hansılardır? Exercise ola bilər, assessment ola bilər, task ola bilər. Eyni zamanda email sözü də ümumilik bildirir və sayılmır, amma letter, məktub sayıla biləndir. Traffic. Traffic nəqliyyat deməkdir, sayılmır, amma növləri car, bus, train, bunlar sayıla biləndir. Və bir də furniture sözü. Furniture sözü mebel deməkdir. Mebel özü sayılmır, ümumilik bildirdiyi üçün. Amma mebelin növləri, məsələn, chair, sofa və yaxud da armchair, bunlar sayılır, növləri sayılır. Və biz bu qaydanı deyəndə, danışanda şagirdlər belə deyəndə, belə algılayırlar ki, ümumilik bildirən sözlər deməli sayılmır, onların növləri sayılır. Xeyr, bu qayda belə deyil. Ümumilik bildirən söz, bunu
bütün qaydalar, bütün ümumilik bildirən sözlərə şamil etmək olmur. Sadəcə saydıqları. Məsələn, vegetable götürək, tərəvəz deməkdir. Vegetable özü də sayılır, növləri də sayılır. Amma fruit özü sayılmır, növləri sayılır. Furniture özü sayılmır, növləri sayılır. Və yaxud da animal ümumilik bildirir, özü də sayılır, növləri də sayılır. Deməli, sadəcə dediklərim özləri sayılmır, növləri sayılır. Hansılar oldu? Bir dənə təkrar deyək. Deməli, furniture meyvə sözü, money pul, fruit meyvə, homework, traffic, jewelry. Bu sözlər özləri sayılmır, amma çeşidləri, növləri sayılır. Dediyim kimi, hər ümumilik bildirən sözə aid deyil, sadəcə dediklərimə aiddir. Növbəti kateqoriyamız ərzaqlar. Bəzi ərzaqlar sayıla biləndir, bəzi ərzaqlar sayıla bilməyəndir. Ona görə burada konkret deyə bilmirik ki, ərzaqlar sayıla biləndir ya yox, sayıla bilənlər də var, sayıla bilməyənlər də var. Bunları isə məsələn kateqoriyana müəyyən eləmək olur. Məsələn, hər hansı bir ərzaq götürürük, tutalım ki, deyək ki, cəm. Cəm mürəbbə, hardasa maye kimi gedər bəlkə, sayılmır. Məsələn, bread sözünü götürək. Bunu konkret heç bir kateqoriyaya aid eləmək olmur çörək sözünü. Bəzən şagirdlər deyir, ay müəllim, o undan hazırlanıb, ona görə də sayılmır, ola bilməzmi belə? Xeyr, undan hazırlanan hər şey sayıla bilmir demək deyil. Məsələn, pastry sözü var, sayıla biləndir, sandwich sözü var, sayıla biləndir, halbuki o da çörəyə oxşuyur. Amma sandwich sayıla bilir, bread sayılmır. Bəzi sözləri ümumiyyətlə sayıla bilməyənlərin siyahısında əzbərləmək lazımdır. Çünki elə sözlər var ki, onlar konkret kateqoriyaya girmir də, yəni onları əzbərləmək lazımdır. Və deyək ki, ərzaqları, istisnaları ki, hansı ki, bunlar ərzaqdır və sayıla bilir. Bunları qeyd edəcəm. Ən çox işlənənləri deyək də, hamısını deyə bilmərik, yaza bilmərik. Qalanları da sayıla bilməyənlər də əzbəriyyəsi. Ondan da artıq inanmıram ki, nəsə qabağımıza çıxa bilər. Və təbiət hadisələrinə gəldik. Təbiət hadisələri özü də ərzaqlar kimi konkretlik yoxdur ki, məsələn, sayılır, yaxud da sayılmır da. Yəni, sayıla bilənlər də var, sayıla bilməyənlər də var. Mən sayıla bilənləri yuxarıda qeyd edəcəm istisnalar kimi. Yerdə qalanlar olacaq, sayıla bilməyənlər. Yenə də müəyyən şeylər var ki, onları sayıla bilməyənlərin siyahısında görəsiniz. Məsələn, storm, tufan, əslində belə baxanda mücərrəd kimi görsənir, amma sayıla bilir. Və yaxud da wind, külək sözü sayıla biləndir. Cloud düzdür, belə deyim də tam hava ilə bağlı olmasa da buluddur, təbiətlə bağlı deyə bilərik. Amma cloud da sayıla bilən isimdir. Sonra sayıla bilən təbiət hadisələrindən nə ola bilər? Earthquake sayıla biləndir. Flood, daşqın sözü sayıla biləndir, sel, daşqın. Belə qeyd edəcəm onları yuxarıdan və dərsə qulaq asdıqca qeydlər götürək və əzbər öyrənək. Növbəti kateqoriyamız xəstəliklərdir. Xəstəliklərin də istisnalar var, amma əksəriyyəti sayıla bilməyəndir. Əsasən eqlə olanlardır istisna xəstəliklər. Məsələn, headache, toothache, earache, bunlar sayıla bilən isimlərdir. Və belə deyək, mücərrəd isimlərin əksəriyyəti sayıla bilmir. Amma bu o demək deyil ki, yəni mücərrəd isə sayıla bilməyəcək. Təbii ki, istisnalarımız var və əsasən bizə testlərdə qarşımıza çıxa bilir istisna olaraq idea sözü. Idea mücərrəddir, amma sayıla biləndir. Impression sözü var, təəssürat sözü, mücərrəd kimi görsən, amma sayıla bilən isimdir. Bunları istisnaları əzbər bilmək lazımdır ki, mücərrəd tərcüməsini bilən kimi həm mücərrəddir deyib bunu sayıla bilməyən kimi götürməyək. Ona görə istisnaları yaxşı öyrənmək lazımdır. Sayıla bilməyənlərdən danışdıq, indi danışdıq sayıla bilənlərdən. Sayıla bilən isimləri də bilmək lazımdır ki, biz məsələn hər hansı bir ismi görəndə onu sayıla bilən kateqoriyalarını bilək ki, bu kateqoriyaya aiddir, demək ki, sayıla bilir. Ona görə tərəddüd yaranmasın beynimizdə. Başladıq. Əgər bir şey sonda, yəni sonuçda insandırsa, bu sayıla bilir. Məsələn, nə ola bilər? Tutaq ki, uşaqlar çox az soruşur. Qonşu. Qonşu sözü sayıla bilər, mənim neighbor. İnsandır da, qonşu kim insandır? Deməli, bu sayıla bilir. Və yaxud da düşmən sayıla bilərmi? Düşmən insandır, sayıla bilir. Enemy. Və yaxud da friend dost sözü sayıla bilir, yoxsa sayıla bilmir. Canlıdır, insan. Canlı deməyək, insandırsa sayıla biləndir. Və yaxud da nəyi ən çox soruşurlar? Həkim, müəllim, sənət peşə. Ümumiyyətlə, sənət peşə bildirən sözlər sayıla biləndir. Hamısı sayıla biləndir. Sonra bundan başqa meyvə özü sayılmasa da meyvə növləri sayıla biləndir. Tərəvəz sözü həm özü, həm də növləri sayıla biləndir. Animal, heyvan. Özü də, heyvan sözü özü də, növləri də sayıla biləndir. Flower, gül, özü də, növləri də sayıla biləndir. Çiçək növləri, gül növləri və həmçinin də flower sözü özü, bunlar sayıla bilənlərdir.
və başqa quş növləri, bird sözü özü və növləri sayıla bilənlərdir. Və insan geyim əşyaları sayıla bilənlərdir, aksesuarlar, geyim növləri sayıla biləndir. Bədən üzvləri sayıla biləndir. Sadəcə hair sözü istinadır. Hair sayıla bilmir, hair istinadır, yeri qalan bədən üzvləri sayıla biləndir. Və başqa sayıla bilən konkret isimlərin belə deyim də istisnalara çıxmaqla əksəriyyəti sayıla biləndir. Mücərrədin əksəriyyəti sayıla bilməyəndir. Təbii ki, istisnalar qaydanı pozmur. Başqa sayıla bilən isimlər, ən əsası yadımızdan çıxdı demək, obyektlər sayıla biləndir. Məsələn, çox uşaqlar soruşur, restaurant sözü sayıla bilir, sayıla bilmir, sayıla biləndir. School sözü sayıla biləndir, building sözü sayıla biləndir, museum sayıla biləndir, theatre sayıla biləndir, shop və yaxud da supermarket, shop, bunlar sayıla biləndir. Yəni, obyektlər sayıla bilir. Ərazilər sayıla bilir ən əsası. Çünki bizdə çox vaxt sea, river, ocean sözlərini görəndə şagirdlər bunu sayıla bilməyən kimi götürür. Hamısı deməyim, əksəriyyəti. Niyə? Çünki içərisində su varmış. Belə bir qayda yoxdur. Yəni, onun zaten suyu sayılmır. Water ayrıca sayılmayan kimi götürülür. Yəni, orada sea, o dəniz, ərazidən söhbət gedir. Su olan ərazidən söhbət getdiyi üçün orada sayıla bilən sea sayılır, ocean sayılır, river sayılır, lake sayılır. İçindəki su əlbəttə ki, su sayılmır. Yəni, orada sea, lake deyəndə water olaraq düşünməyək, ərazi olaraq düşünək ki, bilək ki, bunlar sayıla biləndir. Və bir də ev, mətbəx, ofis, məktəb əşyaları, avadanlıqları, təbii ki, istisnalar var. Bunlar əksəriyyəti sayıla bilən isimlərdir. Və burada çox var, təbaşir, paint var, boya, bunları çıxmaqla yerdə qalanlar, məktəb ləvazimatları nəzərdə tuturam. Yerdə qalanlar əsasən sayıla biləndir, əşyalardan söhbət gedir. Sayıla bilən və sayıla bilməyən isimlərin kateqoriyalarını öyrəndik. Onların ən artiklına işlənməsi, onların rəqəmlə işlənməsi, quantifierslarla işlənməsi və yaxud da numerativ sözlərlə işlənməsi haqqında video isə artıq kanalda var və əgər sizə maraqlıdırsa, həmin videonu da izləyə bilərsiniz. Çox sağ olun, hər kəsə uğurlar.